Və lakin namaz bu Allahdan Peyğəmbərə qoyulan bir ibadətdir. Aydındır ki, müsəlmanlar ibadət belə eləməlidir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm namaza öyrədəndə dedi ki, sallu kəmə rəaytumuni usalli. Mən necə qılıram və belə qıl namazı. Aydındır? Demədi ki, hərəsi öz dilində qılsın. Və ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında cürbəcür millətlər İslamı qəbul edirdilər. Romlar İslamı qəbul edirdilər, Farslar İslamı qəbul edirdilər. Onların da öz dilləri var idi. Lakin hamısı ərəb dilində qılırdı. Hətta Azərbaycan əhalisi artıq sahabələrin vaxtında, Ömərin vaxtında onlar İslamla tanış oldular. Artıq Osmanlı radiyalarının vaxtında İslamı qəbul edilər. Lakin hamısı necə burada başladılar namaz qılmağa? Ərəb dilində. Ərəb dili, yəni bu ərəb dili deyil, bu Peyğəmbərin namazıdır. Peyğəmbərin sallallahu əleyhi və səlləm namazı belə olub. Ona görə ən ilk millətlərdən, İslamı qəbul edən millətlərdən biri Azərbaycan milləti oldu. Necə onun tarixçidə qeyd edilir ki, Osmanlı radiyalarının vaxtında artıq onlar İslamı qəbul eləmişlər. Və başqa millətlər. Heç kim onlardan demədi ki, niyə görə biz öz dilimizdə qılmıyıq? Yaxşı, sual niyə görə? Birincisi, cavab. Peyğəmbər sallallahu əleyhi və səlləm namazı belə öyrətdi və dedi ki, mənə kimi qılın. Bu bir dənə məsələ, bir dənə cavab. İkinci cavab.